Salam dostlar, necəsiz? Bugün yenidən qarşınızdayıq. Bilirsiniz, kanalımız yenidir. Videoya başlamazdan əvvəl kanala abunə olmağı unutmayın. Like və yorum yazın. Deməli, bugün sizə verəcəyim məlumat İmişli şəhər stadionu haqqındadır. Deməli, stadionun açılışı 2006-cı ilin martın 23-də Prezident İlham Əliyev tərəfindən olunub. Qeyd edək ki, 2006-cı ilin aprelin 26-sında UEFA tərəfindən lisenziya alıb bu stadion. 2006-2007-ci mövsümdə MKT Ara komandası, Moldovanın Şerif Tiraspol komandası, Qarabağın da bir zamanlar rəqib olmuş komandadır. Onunla Intertoto kubokunun ev oyununu keçirib. Və stadionun tutumu 8500 nəfərdir. Stadionda hal-hazırda İmişli Futbol Klubu ev oyunlarını keçirir. Qeyd edək ki, İmişli Futbol Klubu 1-ci liqada mübarizə aparır və 2-ci yerdədir. Yalnız bu mərhələdə Qəbələnin eyni adlı Qəbələ komandasından geri qalır. Son məlumata görə indi İmişli şəhər stadionu təmirə bağlanıb. Bağlanmağın səbəbi isə Premyer Liqaya hazırlıq gedir. Çünki qeyd etdiyimiz kimi İmişli Futbol Klubu 1-ci liqada 2-ci yer tutduğu üçün Premyer Liqaya çıxma namizədlərindən 3 komandadan daha doğrusu 2-ci sayılır. Birinci təbii ki də Qəbələdir. Liqaya həmçinin də akademiyada təmir bərpa işləri gedir. Uğurlar arzulayaq İmişli Futbol Klubuna. Əziz izləyicilər, sona gəldik. Kanalımıza abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.